so tired of being here, suppressed by all of my childish fears. And if you have to leave, I wish that you would just leave, 'cause your presence still lingers here, and you won't leave me alone. These wounds won't seem to heal, this pain is just too real. There is just too much that time cannot erase. When you cry, wipe away all of your tears. When you scream, I fight away all of your fears. And I held your hand through all of these years, but you still have. I try so hard to tell myself that you're gone, but though you're still with me, I've been alone all along. When you cried, I wipe away all of your tears. When you scream, I fight away all of your fears. And I held your hand through all of these years, but you still have. Oh. Анастасия. Простите, пожалуйста. Bravo Настя! Her şey əladır. Anastasiya olduğu kimi Простите, пожалуйста. Üzr istəyirəm hamıdan. Это для моего брата. Он слышит. biz bu hekayəni bilirik. Bunu tamaşaçılar da video çarxdan izləyib bilir. Murad, bu təsirli çıxışın ardından buyurun ilk sözü sizə veririk. Bilirsiniz, bəzən yaxşı, düzgün notda, qaydası ilə, hətta orijinala yaxın bağırmaq, hayqırmaq, ifa etmək sizin sondakı göz yaşlarınız qədər təsir etmir. Bir artist kimi səhnədə yaşadığınız üçün mən yenidən sizi ayaqüstü alqışlayıram. Teşekkürler Murad. Buraya buyurun. Bilmirəm nə deyim. Hikaye alır. Hikaye. Mən öz uşaqlarımla da danışanda həmişə başa salıram ki, nəsə bir şey yaşamaq lazımdır da. Qoyub pis şey olmasın. Amma bu həyatda bir şeydən küsmək arada lazımdır. Yıxılmaq lazımdır ki, durmaq üçün. Küsmək lazımdır, barışmaq üçün. Əlbəttə ki, Anastasiyanın hekayəsi ağırdır və mən özüm bir bacıyam. 2 qardaşım var. Düşünürəm ki, bu mənə ona görə daha çox təsir elədi. Mən ona təşəkkür etmək istəyirəm. O sevgi üçün. Ümumiyyətlə, bugün bu mahnıdan getmir söhbət. Neçə ifası olubsa, mən bayaqdan onun adı önümdədir, onu böyük həvəslə gözləyirdim burada. Çünki onun çılğınlığı, aktrisalığı səhnədə, obrazı,
Və bu gün də bir dənə böyük bir damğasını vurdu. O hər zaman oxusun, həm özünü xoşbəxt etsin, həm onun ailəsini. Çox sağ olun. Eldar buyurun, söz sizdədir. Bilirsiniz, məncə bu böyük bir artist üçün, bir səhnədə dayanan bir insan üçün bu böyük bir cəsarət tələb eləyir ki, sən daxili ailə dramanı, daxili dramanı kütlə qarşısına, tamaşaçı qarşısına çıxarasan və heç bir reaksiyaya baxmayaraq, heç bir şərhə baxmayaraq sadəcə bunu insanlara danışasan. Və Anastasiya, sən bunu nəinki oxudun, sən Bizi şərik etdi. şərik etdin, tamamilə Öz hekayənə doğrudur. şərik etdi. Biz sona qədər sənə qulaq asmaq istədik. Biz sona qədər səninlə bu hekayəni yaşamaq istədik. Və əsl artist budur. Çox təşəkkür eləyirəm. Sənə əla.